Nazar necəsə yaxşı oldu inşallah. Bugün Yuf Nöqtəazın keçirdiyi festivalda final mərhələsinə qədər yüksəldim və orada iştirak etmək hüququ qazandım və bunu 9, yəni mənə görə tez deyil, çünki mən 8-də dururam. Əslində hər gün dururam, məktəbə gedirik. Bacım yoxdur, bacım gedir məktəbə və mən getmədim, çünki mənim festivalım biraz tezdir və yorğun olacaqdım. Yemək yeməyəcəm, bəlkə çay içərəm, onu da göstərməyəcəm. Yerimi yığdım, bütün yəni hər şey elədim də video başlamadan əvvəl ki, çox sıxıcı olmasın. İndi gedək saçımızı yığaq. Yığmanın səbəbi çünki oraya gedib çox zaman, yəni bildiyim yerə gedirəm, buradan buradır. Və niyə görə orada vaxt itirimi gelim, elə orada neçə saat məşq edim də, başa düşdünüz? Ona görə saçımı burada yığıram. Neyse. Paltalarımı giyme kararına aldım. Yufkamı orada giyme kararındayım. Köynəyim və şalvarımı burada giyinəcəm. Bəli, düz eşitdiniz. İndi göstərəm paltarımı. Belə bir kofta. Wow. Çok güzeldir. Şalvar olarak da altında əlbəttə ki ağ sarı bir şalvar. Yəni bunun heç bir bütün paltarları da bundan giyməyə məcburiyyətindəyik. Onda geyinim gəlim. Çünki orada ayna yox idi. Belə, yəni şalvar bildiyimiz şalvarla normal. Köynəyimi dəyişdim, keçən dəfə bu değildi. Amma bu daha gözəldir məncə. O birisi çünki sıxırdı. İnşallah keçərik, inşallah qalib olaraq. İndi isə saçımıza keçək. Hazırlaşdım, yani çok bile xırdalığa zada girmədim. Yolda yani gecikirik, biraz cəld davranmaq zorundayıq. Saçım belədir, belə rəqsimi də göstərəcəm. Əgər çəkməm mümkün olsa göstərəcəm. Sizin devam edin. Sıra bize gelmesin, dua edin derler. Bugün Mesut bayramıdır, güzel hayır akşamıdır. Değil güzel yaptık, değil kişinin altlarını saçları gelsin, kanarız, bağırır. Dostlar, oynadım. Yəni çox həvəsliydim, hətta dalğalarda elə bilirəm. Oynadım, çox yaxşı. Yəni inşallah finalda da qalib gələcəm. Paltarım belə idi, saçım. Həqiqətən çox həyəcanlıydım dostlar, yəni. Siz necə elə bildiniz? Sağ olun.